Salam, bugünkü mövzumuz okeanlar və okean cəryanları. Yer kürəsinin sahəsi 510 milyon kvadrat kilometrdir. Onun 149 milyon kvadrat kilometri quru, 361 milyon kvadrat kilometri isə su sahəsidir. Suyun 97%-i dəniz və okeanların payına düşür. Dərsliklərimizin verdiyi yeni məlumatlara əsasən 5 okean, 7 isə qitəmiz var. Okeanların içərisində ən böyük okean Sakit okeandır. Onun ikinci adı Pasifik okeanıdır. Sakit okean sahəsi 180 milyon kvadrat kilometrdir. O 5 qitə ilə əhatə olunubdur. Şimali Amerika, Cənubi Amerika, Antarktida, Avstraliya və Asiya qitəsi. Onun sərhədləri Bering boğazı vasitəsilə Şimal Buzlu okeandan ayrılır. Hind okeanından isə Sumatra adasının şimalından, həmçinin Yava adası, Timor adası, Yeni Gvineya adası və Tasman adasından deməli Hind okeanından ayrılır. Atlantik okeandan isə Odlu Torpaq adasının cənubundan Antarktida yarımadasına doğru sərhəd xətti ayrılmışdır. Sakit okeanın ən dərin çökəkliyi Marian çökəkliyidir, 11.022 metr dərinliyində və o Filippin litosfer tavası ilə Sakit okean litosfer tavasının konvergent sərhədində yaranmışdır. Ən böyük dənizi də Filippin dənizidir, adalar arası dəniz. Okeanlarda daimi küləklərin təsiri nəticəsində üfüqi istiqamətdə hərəkət edən cəryanlar formalaşır. Cəryanlar temperaturuna görə isti və soyuq olaraq iki yerə ayrılır. İsti cəryanlar qırmızı rənglə, soyuq cəryanlar isə göy rənglə göstərilir. Cəryanların temperaturunu ətraf sularının temperaturuna əsasən müəyyən edilir. Əgər temperatur istidirsə, deməli isti cəryan adlandırırıq. Soyuqdursa, soyuq cəryan. İsti cəryanları deməli alçaq enliklərdən yüksək enliklərə doğru hərəkət eləyir. Soyuq cəryanlar isə yüksək enliklərdən alçaq enliklərə doğru hərəkət edir. İsti cəryanların xüsusiyyəti özündən rütubətli, yağıntılı, humid iqlim şəraiti formalaşdırır. Həmçinin olduğu ərazilərdə duzluluq payı yüksək olur. Çünki deməli havanın qalxan hərəkətini formalaşdırır, yağıntı verir və həmin ərazilərdə duzluluq daha yüksək olur. Soyuq cəryanlarda isə tam əksinə həmin ərazilərdə duzluluq aşağı olur və arid, quraq iqlim şəraiti formalaşdırır. Sakit okeanda deməli ekvatordan şimalda və ekvatordan cənubda hərəkət edən okean cəryanlarını qeyd edək. Qeyd edək ki, okean cəryanları şimal yarımkürəsində sağa doğru, cənub yarımkürəsində isə sola doğru hərəkət edir. Ekvatordan şimalda şimal passat cəryanları, daha sonra onun Avrasiya materikinin deməli şərq hissəsində artıq Kurosio cəryanı olaraqdan şimala doğru istiqamətlənir. Kurosio cəryanının biraz da yuxarıya doğru Şimali Sakit okean cəryanı, onun bir qolu Alyaska isti cəryanı, soyuq cəryan isə Oyaşio qolu deməli formalaşır. Daha sonra isə cənuba doğru soyuq Kaliforniya cəryanı uzanır və şimal yarımkürəsində saat əqrəbi istiqamətində sağa doğru hərəkət olunur cəryanlar. Cənub yarımkürəsində isə cənub passatları, daha sonra Avstraliya materikinin şərqində Şərqi Avstraliya cəryanı, ən böyük soyuq cəryan və qərb küləklərinin təsiri nəticəsində elə eyni adda deməli qərb küləkləri cəryanı və Cənubi Amerika materikinin qərb hissəsində formalaşan soyuq Peru cəryanı. Qeyd edim ki, soyuq Peru cəryanı ən quraq səhranın formalaşmasına da səbəb olmuşdur. Atakama səhrası. Cənub yarımkürəsində isə dedik ki, saat əqrəbinin əksi istiqamətində cəryanlar hərəkət edir. Bu iki cəryanın arasında, yəni şimal və cənub passatlarının arasında isə passatlar arası əks cəryan da formalaşmış olur. Sahəsinə görə ikinci böyük
okeanımız Atlantik okeanıdır. 91 milyon kvadrat kilometr sahəyə malikdir. Onun ən dərin çökəkliyi Puerto Rico çökəkliyidir, 8742 metr dərinliyində. 5 qitə ilə əhatə olunubdur. Avropa qitəsi, Afrika, Antarktida, Cənubi Amerika və Şimali Amerika qitələri. Onun sərhədləri Şimal Buzlu okeanla Skandinaviya yarımadasından İslandiya adası və Qrenlandiya adasının sərhədi boyunca, daha sonra bu da Baffin dənizi, həmçinin Hudson boğazı, artıq Hudson körfəzi Şimal Buzlu okeana aid olmuş olur. Daha sonra cənubda isə Horn burnundan Antarktidaya qədər, Afrikada isə Antarktidaya qədər uzanan sahə. Atlantik okean meridional istiqamətdə uzandığına görə buxarlanma çox olduğu üçün bu ən duzlu okeandır. Və temperaturuna görə isə 3-cü, yəni Hind okeanından sonra 3-cü 16,5 dərəcə temperatura malikdir. Atlantik okeanın cəryanlarına nəzər yetirsək, demək, Şimal Passat cəryanları, ondan cənubda Gviana cəryanını qeyd edəcəm. Gviana cəryanını yuxarıya doğru istiqamətlənən Antil cəryanı, daha sonra burada Karib cəryanı, isti cəryanın içərisində belə deyək də, isti cəryan Gulf Stream cəryanı, Şimali Atlantik cəryanı, Şimali Atlantikin qolu Norveç cəryanı, hətta biraz da şimalaya doğru Spitsbergen cəryanını qeyd edə bilərik. Şimali Atlantik cəryanının bir qolu da Irmingen cəryanıdır, isti cəryan. Daha sonra cənuba doğru istiqamətlənən Kanar cəryanı və həmçinin Labrador cəryanının da adını qeyd edə bilərik soyuq cəryanlar içərisində. Saat əqrəb istiqamətində hərəkət etmiş oldu. Cənub yarımkürəsində isə Cənub Passatları, Braziliya cəryanı, qərb küləklərinin bir qolu olan Falkland cəryanı, soyuq cəryandır, qərb küləkləri cəryanı və buradan Bengel cəryanı, həmçinin Gvinea cəryanı və Angola cəryanı da bu istiqamətdə, saat əqrəb istiqamətində, belə Cənub yarımkürəsində Atlantik okean cəryanları da hərəkət etmiş oldu. Sahəsinə görə 3-cü böyük okeanımız Hind okeanıdır. 75 milyon kvadrat kilometr sahəyə malikdir. Temperaturuna görə isə 2-ci yerdədir. 17 dərəcə temperatura malikdir. Ən dərin çökəkliyi Zond çökəkliyidir. 7729 metr dərinliyində. Burada olan deməli cəryanları qeyd etsək, Cənub yarımkürəsində Cənub Passatları, onun bir qolu Mozambik cəryanı, İynəburnu cəryanı, daha sonra qərb küləkləri cəryanı və Avstraliya materikinin qərb hissəsində Qərbi Avstraliya cəryanı. Saat əqrəbinin, yəni əksi istiqamətində. Şimal yarımkürəsində isə analoqu olmayan, deməli, qanuna uyğunluğu pozan Somali cəryanı, soyuq cəryan, aşağı enlikdən, alçaq enlikdən yüksək enliyə doğru gedir. Soyuq cəryanı biz bayaq qeyd etmişdik ki, isti cəryanı alçaq enliklərdən yüksək enliyə doğru hərəkət edirlər. Deməli, isti cəryanlar bu. Amma soyuq cəryan olaraqdan Somali cəryanı bu qanuna uyğunluğu pozur. Daha sonra musson cəryanları, deməli, bunu davam etdirmiş olur. Bir də onu qeyd edək ki, materiklərin, deməli, tropik enliklərdə, materiklərin qərbində soyuq cəryanlar, şərqində isə isti cəryanlar hakim olur. Mülayim enliklərdə isə bu əksinə idi. İsti cəryanlar şərqdə, soyuq cəryanlar isə qərbdə formalaşır. Şimal Buzlu okeanında isə, Şimal Buzlu okeanın deməli sahəsi 14 milyon kvadrat kilometrdir və orada cəryanlar haqqında danışmayacağıq və ən dərin çökəkliyi isə Nansen çökəkliyi və yaxud da Qrenlandiya dənizi qeyd edə bilərik 5527 metr dərinliyində. Okeanlar və cəryanlar haqqında məlumatımız bu qədər.